Allahu Ekber, problemlərin içində. Problemlərin içində dur namaz qıl. Bismillahirrahmanirrahim. Bizim namazda həmin tanıdığımız namaz. Elhamdülillah Rabbil aləmin. Ər-Rahmanir-Rahim. Sən rəhimlisən, sən rəhmansan, həmd olsun sənə. Maliki yevmiddin. Problem içində boğulur. Deyir ki, sən din gününün sahibisən ilahi. Qiyamət günü əlimdən tut. Qiyamət günü əlimdən tut. İyyəkə nə'budu. Mən sənə ibadət edirəm. Allah deyir ki, mələklər, baxın, gör nə böyük adamdır. Problem məngənəsində sıxılır. Mənim qiyamətimdən danışır. Deyir ki, qiyamət günü əlimdən tut filan. Heç elə bir problemlər bunluq deyildi. Dedim, əksini get. Əslində təbii qayda nədir? Cəmaat nə deyir ki, problemin varsa narahat olmalısan da, qanı qara oturmalısan. Ay Allah, neyiniyim? Bu əksin deyir. Deyir, rahat ol, problemi həll edeyim. Rahat ol, problemi həll edeyim. Bu problemlərin içində boğulur. Axirətdən, qiyamətdən danışır mənə. Allah da deyir ki, mələklər, bunun problemini həll edin. Ne üçün? Çünki mən problemi vermişdim ki, mənə diqqət eləsin. Bu namazla diqqət elədi da problemə nə ehtiyac? Əsas problem bunun üçündür ki, bəla məni yadına salsın. Bu namazla məni yad elədirsə də problemi götürün də yolundan. Həll edin, çıxsın, geçsin. Zahirən oturub problemli adam, hamı deyər nədir? Otur, dərd çəkir. Nə arsız adamsan? Bəzi adam var arsızlığı, heç mən arsızlıqdan danışmam. Aramlıq, söykənmək, böyümək, problem vaxtı, təbii qayda budur ki, problem adamı narahat eləyir. Sən təbii qaydanın əksinə get, problem səni narahat eləməsin, onda problemin həll olur. Əksinə get, ziddinə get.